El Niño'nun super status olması üçün Sakit Okeanın mərkəzi ekvatorial zonasında suyun temperaturunun normadan müsbət 2 dərəcə və ya daha çox yüksəlməsi lazımdır. Mövcud iqlim modelləri və göstəricinin hətta 2,5 dərəcə ilə 2,7 dərəcə Selsi müsbət olaraq aralığına çatacağı göstərilir. Yəni ölkəmizdə 2026-2027-ci illərin qışı daha yumuşaq, növbəti yaz isə daha ekstremal yağıntılı, tropik xarakterli leysanların müşayiəti ilə proqnozlaşdırılır. 2,5 hətta 3 dərəcə artım nədir deyə bilərsiniz. Bir xüsusi yadınıza salın. Hava temperaturunun 1 dərəcə yüksəlməsi doyma həddini 7% artırır ki, başqa sözlə temperatur müsbət 3 dərəcə artsa, havadakı rütubətin miqdarı 22,5%, yağıntılar ekstremallığı isə 50-90%-ə qədər artır. Qısası super El Niño yağışlarının ümumi miqdarını hər yerə bərabər paylamır. Yağdığı zaman daha az müddətdə daha dağıdıcı və leysan xarakterli yağmasına səbəb olur. İzlədiyiniz üçün təşəkkür edirəm, minnətdaram.